Sən niyə axsıyırsan? Abi mən heç nə boş verdim. Heç nə olmur. Sən otur danış görüm sən niyə axsıyırsan? Mən sənə fikir verirəm 2 gündür. Otur görüm. Elə 3 gün bundan qabaq universitetdən çıxanda elə uşaqlarla getdik, görüşdük. Elə Aha. getdik, çay içdik biraz. Sonra çıxdıq biraz parkda ərləndik. Aha. Elə acmışdıq, oradan getdik dönərxanaya. Aha. Dönər yedik elə. Dönəri yeyəndən sonra elə çıxırdıq elə qapıdan. Ha. Bir dənə qaqaşla çiyin-çiyinə dəydim. Elə çönürdüm ki, üzr istəyəm. Aha. Heç nə qaqaş çıxartdı belə bıçağı 2 dəfə soxdu, çıxartdı baldırıma belə ayağıma. O da uşaqlar atlandılar xəstəxana. Ay nə oldu? Amma yaxşı, heç nə olmayıb. Ayağım yaxşıdır, heç nə olmayıb. Tüpürüm sənin üçün oğlum. Niyə? Mən o boyda üçün evdən çıxanda sənin bir dolma qızdırıb qoymuşam ora. Dolmanı yemədin. Getdin o xarabı dönər yedin o it ətindən dönərxanada. Mama ayağıma 20 dənə tikiş atıbdılar. Dönər vaxtıdır. Əziyyət çək, zülüm çək. Allah məni öldürsün. O dolmanı piş, dolma yemə dolma. Baldırım yoxdur mama.